Salam dostlar, mən Ümid. Bugün yeni bir videoyla qarşınızdayım və bugün görəcəyiniz üzrə 56.000 kupa alacağım və 56.000 kupa üçün son 53 kupam qalıb və bugün oynayacağıq və buradakı əsl amacımız o olacaq ki, burada məsələn tutalım tek hesablaşmada bir karakter tutalım məni Brock öldürdü. Mən bir sonraki maçda Brock'a dönüşəcəm. Elə mən burada 56.000 kupa alacağam. Bu arada bunu özət keçmədən deyə bilmərəm. Bu videoda efsanevini məsələn burada əgər 56.000 kupa olsam efsanevi açacağam. Efsanevdən də baxarıq görək nə tər şeylər çıxacaq. O zaman dostlar sizə buradan o zaman karakterlərə baxaq görək necə bir karakter seçirik. Dostlar mən ilk başda Spike ilə başlayacağım. Spike ilə başlamaq gəldi içimdən. O zaman bu arada belə videolar, belə etkinlikli videolar istəyirsinizsə videoya like atıp abone olmayı unutmayın. O zaman videomuza keçək. Dostlar bayağı çətin rəqiblərə gəlib. Yəni onsuz 2 kupadayıq, nə gözləməliyik. Amma tək bir şey var ki, hamı 100% takım olacaq. Yəni həqiqətən çox mənasızdır. Gəl yenə. Qaqa ilk maçdan uduzmaq istəmirəm də. Həqiqətən bax. Həqiqətən olmasın bu. Gəl mən də hələ orada olduğumu. Elə bir ki mən orada yox. Gəl bura. Gəlin ki. Stanova kurtar beni. Stanova. Of. Həqiqətən hadi. Aha. Ayda. Gel. Stanova yer get buradan. Gel sen de yer get buradan. Can dol. Dəhşət. Mortis orada Gale öldürdü. Axır ki Gale geçdi işimə narahat edirdi. Mortis 2 dəfə şey yaradı. İndi Stanova orada. Mənim mərmilərim, aksesuarım var. Hələ ultim yoxdur. Dostlar, indi bir saat bir hesablama eləyirəm. Riyaziyyat hesaplaması. İndi baxaq görək, o da bilərəm görün. İlk isə qalmışam. Baxaq. Aha, öldürəcəm. Stanova 85 canı qalıb. Adamın 85 canı qalıb. Zarafatdır bu. Həqiqətən adamın 85 canı qalıb. Yəni 85 canı nə deməkdir? O zaman dostlar mən Stanovanı seçək. O zaman maçımıza başlayaq deyilim. O zaman maçımıza başlayaq. Dostlar, Edgar, Shelly, Kit, Bull, Cordelius. Ayda, ana baba gününə dönüb bura. Bull, bax. Bax, Bull, qaşınma. Qaşınma, sən babat qaşıyaram. Ya da qaşmaram, Gəl. Dostlar, Bull'u biraz sıkıştıracağım. Kaç. Kaç. Ay. Ya bu olmasın da. Bu olmasın. Neyse devam edək. Dostlar burada bayağı çətin rəqiblər gəldi. Shelly. Bak gene bayaqki yerində doğdum. Gene. Bax Shelly. Bax qaşınma. Bax səni qaşınma. Shelly. Shelly qaşınma bax. Tomar 759.
753 sanladık da 759 ne ara çıxdı. Yani yeni modern şeyler ne ara çıxdı. İndi ulti batacağım. Bu da tez vurup ulti batacağım mənə də. Mən də sonra öləcəm. Neyse. Qəşə oba. Qaqa. Geçme. Ne? Neyse. Öyle olmaz. O zaman Feng'e dönüşeydi. O zaman buradan gir. Niye kostüm yerine tıkladım? Giririk. Buradan Feng'imizi seçelim. Feng. Heh. Kırmızı atıcı Feng. Bu arada dostlar, hakikaten videolarıma yaxşı dəstək gəlmir. Yəni xahiş edirəm videolara yaxşı dəstək atsanız çox sevinirəm. Ben belə çəkilər üçün yəni əziyyət çəkirəm. O zaman aha. Nə qədər adam. Amma əslində yanımıza yük çıxdı. Yaxşıdır. Olmasa yükümüz almağa çalışan biri yoxdur. İndi elə deyəndən sonra yanıma indi bir gəlib mənə sullanacaq. Piper. Aslında dostlar, bu Feng'in bu uzaq atışı var ya, böyle düz xət gedən. Onunla belə uzaqdan rəqibə 4 dənə vuruşda ulti doldurursa, amma bu yaxından vuruşda bir 5'dən az yox. Bir 5 ya da 5'dən çox olur. Hayda, serios. Özde. Canım da azdı. Ama haksızlıkta axı. Aha. Kaşay. Kurtul. Hayda. Neyse, o zaman Sirius'a dönüşey. O zaman Sirius'umuz burada. Sirius'a keçiş eləyirik. O zaman getdik də. Bu arada dostlar, çox az qalıb. Bir 30 kupa falan qalıb. Baxa görək indi ala biləcəyik. O zaman aha, bayağı çətin rəqiblər gəlib. Aha. Bırak. Gebrak. Hayda. Neyse, Brock'a dönüşe. O zaman tez Brock'a dönüşüp geldim. Dostlar, Brock seçtim. O zaman tezden devam edeyim. O zaman dostlar, indi baxa göre efsaneviden ne çıxacaq? Özdə dostlar, kredi ya da karakter çıxsa çox sevinirəm. Çünkü hem karakterler bir yandan maksamaya çalışıyorum, hem kredi çıxsa da qəşəng olar. Çünkü kazeni açıram. Karakter çıxsa da qəşəng olar. Çünkü yani daha az açmalı karakterim qalacaq. Ama kostüm ya da hiper şarj istemiyorum dostlar. Ben burada bu kayıt seviyeler var ya, orada yani seviyemiştim. 500.000 can iyileştirir. Eləyəndən sonra bu arada biraz çətinlik çəkdim. Görəvi neyse. Görəvi eləməkdə çətinlik çəkirdim. Axır ki elədim. Eləyəndən sonra nə çıxsa yaxşıdır. Sizcə də nə çıxsa yaxşıdır. Kenshin hiper şarjı. Özdə eləməli Kenshin 10-cu səviyyədə. 11 belə deyil. Hadi ya, mən niyə bura gedirəm? Bu. Bu arada dostlar, uzaqçı alanda yaxınçılar məni öldürür. Yaxınçı da alanda uzaqçılar məni öldürür. Yəni mənasız bir şeydir. Aha, Kid, Shelly, Edgar, nə bileyim o. Allah. Çox yenə uzaqçıdır. Bak, Nani. Qaqa, Nani.
Sən nari dibimə gəlsən gör nə günə qoyuram. Burak. Salam aleykum, salam aleykum. Ay, adıma Can. Səsim ayrı cür çıxdı. Səsim ayrı cür çıxdı. Dostlar, az qalsın mən öldürür da, az qalsın. Mərmilərdən son an qaçdım. Mərmilərdən son an qaçdım. Burada. Grey. Hay mən Grey'in də. Zibilə qalsın Grey'də. Neyse. O zaman Grey'imizi də seçək. O zaman devam edeyim. Yəni adamın səbrini zorluyordu ama dostlar məncə indiki vaxtda məncə 50 min kupa məncə yaxşıdır. Çünki məsələn mən bəzən çox vaxtım olmur. Məktəb vaxtı mən çox kasa bilmirəm. Məktəb vaxtı o qədər də kasa bilmirəm. Amma yay vaxtı ilə yay vaxtı hər şey dəyişir. Adam belə yay vaxtı hər şey eləyə bilir. Çünki həm tətil olur, kitab deyə bir şey olmur. Həm də yay vaxtı onsuz da çoğunluqla adam evdə olur, tətilə də getmir. Adam ancaq oyun oynayır. Məndə məsələn ancaq elədir. Oyun oynayıram. Ya da valideynlərimə kömək edirəm. Yəni ona görə məncə çox yaxşı bir şeydir. Həm də adam maraqlandıracaq bir şey də olur da. Bax indi sümük kimi yapışacaq da indi. Bax sümük kimi yapışacaq. Tamam. Bax belə. Son an qəşəng ulti ilə qaçdım. Mənə niyə imkan yoxdur? Ay da kaş vursaydım, vurub ulti ilə qaçardım. Onu eləyə bilmədim. Yəni Spike videonun başına geri döndü. Videonun başında Spike'la idim. İndi Spike'a geri döndüm. Bu arada dostlar, dostlar özümə belə bir challenge qoyuram. Baxın, əgər bu maçı ilk 4-ə qala bilməsəm, gedib orada mücəvhərlə bu emoji ya da simgələr var. Yeni gələn etkinlikdə bu kostüm simgələr falan. Onlardan mücəvhərlə alacağım onları. Bu maç ilk 4'e qala bilməsəm. Getdi. Bu arada dostlar sözümü tutamam. Ona görə yəni eləyəcəm də əgər udursam ama. Yox, gedib o. Onda biraz gizlənərək. Oba, qəşəng. Bu arada dostlar bu Spike'ın aksesuarı Buffs gələndən sonra dəhşət olur. Əvvəlləri bu aksesuar çox güclüydü. İndi lap güclü olur. Əvvəlləri belə ətrafından atırdı. İndi bu aksesuarı nişan alaraq vurursan. Özü də əvvəlkindən daha çox hasar vurur deyəsən. Mənim təxminimə görə. Amma o məncə çox qəşəngdir. Həqiqətən. Spike'a katma özü də kimsə gələn kimi həm dibindən vuranda həm sərsəmlədir adamı. Hem de adam 1-2 saniyede sərsəmlədəndə həm də qəşəng hasar verir. Bu arada ama size bir şey diyeyim. Bu Frank'in köhnə aksesuarı məncə yeni aksesuarından daha yaxşıdır. Yəni sizə belə deyim, yəni sizə belə bir başa salın. Frank'in köhnə aksesuarında həm hasar verirdi. Məsələn tutalım Piper'la düşünək də. Əvvəlləri Piper'la məsələn tutalım Frank oynayanda, məsələn sən Frank'sən, o Piper'dır. Ele oynayanda mesela ele oynayanda sen mesela tutalım canın 1-2 tane vurursan canın dibdədir. Aksesuarla basırdın. Hem aksesuarla hasar vururdun hem de özünə çəkirdin. Çok rahat idi ama indi çəkəndə hasar vurmursan. Sadəcə özünə çəksən. Yəni çəkməklə məsələn tutalım sen onu özünə çəkəndə yenə sənə belə sənin də canın azsa sən çəkən vaxtda o yenə vurub səni yenə də öldürə bilər. Yani əvvəlkinə görə biraz daha riskli bir aksesuardır. Əvvəlkinə görə biraz zəiflədilib məncə. Buffs gücləndirmək üçün amma zəiflədilmiş kimi bir məsələ ortaya çıxır.
Yəni mən sadəcə öz görüşlərimə baxaraq deyirəm. Qəşəng. Astro udacaq dedisi udacaq. Nöqtə. İndi 975 son 25 kupa qalıb dostlar, son 25 kupa. Bu arada dostlar Spike'la davam edeceğim çünkü udduğum için heç bir karakteri de dönüşmediğim için eyni karakterle devam etmeliyim. O zaman devam edək də onda. Bu arada dostlar keçən maç qəşəng bir performans idi. Məncə bu performansı sizə like atıp abone olun məncə. Like atıp abone olmayı unutmayın. Bu performans üzərinə. Aha. Oba, babat. Ne var özə babat. Özdə dostlar 3000 kupa karakteri kasmaq istəyəndə adam belə çox əziyyət çəkir. Dostlar zamanında Prestige 2 kasmışdım. Yəni 3 dənə indi bir saat mənim Prestige 2'm var. Biri Spike, biri Mortis, biri Edgar. Hamısı da bu arada aramızda qalsın. Hamısı da no skill karakterlərdir. Neyse videomuza devam edeyim. Ama dostlar indi bir saat adamın belə Prestige 2 kasası gəlmir. Həm takımcılardır. Hem böyle 2 nəfər bir adamı sıkıştırmaqdandır. Yəni məndə indi bir saat en çox Prestige 2'ye kasa biləcəyim karakter məndə Leon'dur. Leon məndə 1400 kupadır. Məndə 1400. Ondan da bir sonra Stu'nu kasa bilərəm. Stu'dan bir 1250 ya da 1260 kupalarda olmalıdır. Şuradaki ayda kaç bir defa skipin daha getdi birisi. Dostlar bu maçta ilk 4'e qalacağam. Baxın. Yo ilk 4 deməyək. Bu səfər ilk 3'ə qalacağam. İlk 3'ə. Hər maç daha da çətinləşir, daha da heyecanlı olsun. Bu maç ilk 3'ə qalacağam. Baxaq görə eləyə biləcəyik. O zaman Gas var. Daha Gas. Neyse. Gas var. Orada Ems var idi. Qalan 2 nəfər. Aha. Salam aleykum. Ayda yoy. Ayda. Ama məncə yenə də yaxşıdır. Ama dostlar yəni mən sözümü tutanım. İndi gedək markete. Bu arada dediğim şeyler burada olmalıdır. Bir de bunlar. Dostlar ben buradan ama burada bir yeri. Bilirsiniz ne? Dostlar uzundan al. Uzundan al hem daha böyle masraf eləmeye bakın. Heh. O zaman dostlar daha çok masraf eləmeyək da. O zaman təzədən davam edək o zaman. Yok diyan davam eləmək yox. Mən Emzi öldürmüşdü. O yadımdan çıxdı. Az qalsın yadımdan çıxırdı. Emzi götürək. Emzimiz Emz ama 8. seviye. Neyse. Onsa çok da kupası yoktu. Getdik. Bu arada dostlar yorumlara yazmak istediğiniz sualları falan yazın. Belki böyle bir şey de eləyə bilərəm də. Sual cavab videosu da eləyə bilərəm ama yani sizin suallarınız olmalıdır ki gərəksiz suallar yazasınız. Enzelao. Ayda biz canım dip ala. Ay zibi. Gaga ay zibi. Edgar ayda. Dostlar Edgar'da 2000 kupa. Geldi 2000 kupada oyna. Neyse. 17 bir şekilde. Bu arada dostlar bu maçda iddia qoyuram təzədən. İlk 4'e girəcəm. Baxın. %100 ilk 4'e girəcəm. O zaman gedək də. Gale, Nori, Kit. Of. Uzaqsı karakter. Uzaqsı. Ayda Nori. Diye. Get. Ay niye her şeyi məhv edirsiniz? Ayda of. Ya bir şeyde məhv eləməyin də. Bir şeyde məhv olmasın bir videoda. Neyse o zaman karakterimizi seçək.
Bu arada dostlar karakter seçəndə neydi o? Ha, Surge. Surge'u da seçək. Surge onu, hə. Burada. Bu arada dostlar, məndə bütün efsanevilər var. Bir dənə Nori qalıb. Nori'ndə, yəni hələ var Nori'ni açmağa doğrusu. Amma yəni bizəcə adam belə çox hələ var, yolun var. Özəlliklə məndə çox gizəmlidir. Yəni açıq olmayanlarında məndə gizəmlilərdir ancaq. Ay! Adam hoppana gəlir. Aha! Özümə rəqib tapdım. Gəl bura. Dostlar, mən ilə gəl, yoxsa mənim mərmilərim biraz daha gecdə olurmu? Adiyan, mən niyə qorxuram? Hayda. El Primo'nun dibinə girməmək lazımdır deyəndə. Mənim həqiqətən sözüm yoxdur. Mənim həqiqətən sözüm yoxdur. Neysə. Seçək də dostlar. Həqiqətən çox hesab oluram. Belə şeylərə çox hesab oluram. O zaman dostlar, oynamağa başlayaq da. O zaman baxaq görək. 30 prestij, nə bilim, efsanevi, nə axtarsam var. Bu arada dostlar, Angel'ın yaxşıdır, su üzərində getmək. Su üzərində vuran karakterləri saymasaq, Mortis. Dostlar, bu maçdan Mortis gəlsəydi baba çıldırdardım da, amma Mortis yox deyə. Şansımıza Mortis yoxdur. Onsuz da bu arada dostlar, suyun üstünə sərsəmlədə bilməzdi məni. Onsuz da sərsəmlədə bilmədi, amma sərsəmlətməyə çalışsaydı belə, onsuz da sərsəmlədə bilməzdi. Suyun üstünə çünki o ultini atsa belə qırağa gedərdi. İndi ikisə qalmışıq. O niyə? Nə? Məzələrsən? 600 can. Ana. Vur. Ay dibine. Can. İndi bırak beni. Ben niye bilmiyorum. Oba arkadaşlar. Dostlar. Buna dikkatle bakın. Son 992. Son bir maç. Bir maç kaldı. Son bir maç. O zaman son maçımıza geçelim. Tabii neyse. Orasını demeyeyim. O zaman bakaq göreyim maçımız necə keçəcək. Sirius, Drakon, en alınmaması gereken ne karakteri varsa alınır. Dostlar, bu arada mən bu yüklər alana qədər mən 2-4'e qalaram məncə. O qədər verəcəkdi ki, hamı bir-birini öldürdü. İndi bu sırada oyun oynayanların %70'i gizlənir məncə. Çünki oyunda
Bax, məsələn, mən də əvvəlləri gizlənirdim. Yəni, mən çox yaxşı idim əvvəlləri demirəm. Mən də gizlənirdim. Amma ancaq da gizlənmirdim də. Biraz döyüşürdüm, biraz gizlənirdim də. Bəzi oyuncuların taktikası olur ya, həm gizlənib, həm də oynamaq. Bax, onunlandır. Özü də tam mənə vurmaq istəyir. Mən neynəmişəm, bax. Ay, mən neynəmişəm. Ay. Və məsələn, əsl mənasına gəldik. Ayda. Bu arada ilk 3'e qalmışıq. Həqiqətən. Bu arada olsa dostlar, challenge bitib. Yəni ilk 3'e qaldığım üçün challenge bitib mənim üçün. Heç nə olmaz. Heç nə olmaz. Mənim üçün önəmli deyil. Olsa da bitib mənim üçün. Və 56.000 kupa. Dostlar, indi saat. Bu arada dostlar, bütün şansınızı mənə göndərin. Baxaq görək nə çıxarda bilirik efsanevdən. İnşallah ya karakter ya da kredi. Ulduz gücü kimi qərib şeylər istəmirəm. Həqiqətən istəmirəm yəni. Dostlar, gözümü bağlayıram, vuracam. Siz də məncə gözünüzü bağlayın. 3, 2, 1. Həqiqətən bu muydu? Bax, həqiqətən bu muydu? Həqiqətən dostlar. Yəni, mənasız deyə. Həqiqətən yorumsuz buraxıram mən bunu. Yorumsuz buraxıram. Dostlar, bir dənə daha əyləncəli videonun axırına gəldik. Bu videoda mən də çox əyləndim. Bir sonraki videolar üçün dəstək eləməyi unutmayın. Sizləri çox sevirəm və sağ olun.